ABŞ-la İran arasında hal-hazırda çox maraqlı proseslər gedir. Bunu mütləq və mütləq bura qeyd edeyim. Hansı proseslər gedir? Bu, beynəlxalq münasibətlər nəzəriyyəsində bu dərsi keçən və yaxud da bu işlə məşğul olanlar da, profesional məşğul olanlar da bunu bilməlidir. Yəqin ki də bilir. Demək, beynəlxalq münasibətlər nəzəriyyəsində oyun nəzəriyyəsi var. Buna hətta toyuq oyunu deyirlər. Bugün hal-hazırda ABŞ-la İran arasında həmin bu oyun nəzəriyyəsi, bu toyuq oyunu gedir. Hörmüz boğazı uğrunda. Burada hələlik İranın Hörmüzə diktə eləyir, söz sahibidir. Trump'ın dünənki bəyanatı mesajı ilə ki, biz burada qaçaq fəaliyyət göstəririk, amma buna baxmayaraq qərardayıq. Yəni, qaçaq dedi, yəni korsan nəzərdə tuturam. Amma mühasirəyə alıb. İranla ABŞ arasında hal-hazırda müəyyən gərginlik var, amma müharibə olub-olmamacağını, yəni ABŞ-ın İsrailin İrana hücum edəcəyini demək, ehtimalı vermək, hələ ki belə deyək, 50-nin 50-yədir. Amma İranla ABŞ arasında hal-hazırda gizlin diplomatiya gedir, gizlin danışıqlar aparılır. Pakistan vasitəsilə bu işə Misir də qoşulub, müəyyən Türkiyənin də bu işlər rolu var və gizlin danışıqlar gedir. Və Əraqçının Moskvaya səfəri, Putinlə görüşməsi, strateji əməkdaşlığı müqaviləsi imzalanması və burada görsənir ki, bu işdə müəyyən Rusiyanın da bu oyuna daxil olub, bu diplomatik, gizlin diplomatiyanın da aparılmasında nəsə təşəbbüs göstərir. Çünki ABŞ-la İsrail, İranın hesapladığı bir çox məsələlər düz çıxmadı. Bəli, bütün baş generallar məhv olundu. Trump'ın dediyi kimi lider yoxdur, lider getdi. Müstəbə Xameneyinin yeni dini liderin deyək, vəfat etdiyi iddiaları var, amma özləri yer aldı və bir çox şeylərin İranın məhv edib. İqtisadi cəhətdən, amma hərbi potensial cəhətdən də edib. Amma İranın raket bazasının, yəni uzun ballistik raketlərin vurulma və sənədlərini hesablamamışdı ki, və yaxud da hesablayıblar ki, tükənib. Ona görə də hal-hazırda belə bir proses gedir. Yaxın zamanda bölgə dövlətlərinə, Birləşmiş Ərəb Əmirliklərinə 125 milyard ziyan dəyib. Yəni bu var. Burada Səudiyyə Ərəbistanının da müəyyən bir rolu var. Yəni bu müharibənin qarşısını alma və ehtimalının dayandırılması, yəni dayanmasını. Ona görə də hal-hazırda gizlin danışıqlar gedir. Amma dünən İranın Milli Məclisinin Parla sədr müavini dedi ki, İran yeni bir Hörmüz boğazı ilə bağlı 12 maddəlik protokol hazırlayır. Demək, burada nəsə razılaşma olur, oyun gedir. Qalibafın İranın Ali Məclisi, Milli Məclisi, parlament sədrinin istefa verib oyundan kənarlaşdırılması prosesi getdi ki, bu adam sefaha bağlı bir nömrə adam idi. İndiki Məcid Peşkiyanın rəqibi və əleyhdarıdır. Ona görə də İranda bundan sonra və İran-ABŞ arasında bundan sonra çox maraqlı proseslər gedəcək və əsasda Hörmüz boğazı uğrunda diplomatik, hiləgər bir oyunlar gedəcək. Bunu zaman göstərəcək. Müharibə ehtimalı hər an, hər zaman, yəni ABŞ, İsrailin İrana hücumu hər zaman qalır və bu gündən sonra da qalacaq. Bunu zaman göstərir.